Dul gəlin. Qasım adlı adamla görüşdüm. O çox nüfuzlu adama oxşuyur ustad. Qumru, necəsən? Bugün günortadan sonra oğlumla gələcəm. Qurbanı əcəlinin yanına gətirmək istəyirsən? Özünə yüksək qiymət vermə, manav. Müdirin Cəfər adlı oğlu Qumruya aşiq olub. Gülsümün cəsədi tapılsa mənim axırım çatacaq, oğlum. Atanın qədrini ata olandan sonra bilirsən. İndi isə bütün fikri bir qızın yanındadır. Sən ölmüsən. Çıx get. Çay bəhanədir. Bəzi adamların vəziyyətini öz gözümlə görmək istəyirdim. Özümü güclə ələ almışam. Ulduz xanım tezliklə bu evin xanımı olacaq. Manav bəy, nəysə, bağışlayın məni. Üzr istəyirəm. Mən heç vaxt elə iş görmərəm. Amma söhbət qadından gedir, hə? Bu həyatda pul qədər insana heç nə zövq vermir. Gülsümü niyə öldürməyə qərarına gəldin? Söhbətə qulaq asmaq vərdişiniz də var. Əgər o doğrudan da eşitdisə, sənin vəziyyətin heç yaxşı olmayacaq. Gəlin. Gəlmək olar ata. Gəl qızım. Cəfərin otağından çıxıb getdiyini gördüm. Ümid edirəm onunla razılığa gəldiniz. O özünü balaca uşaq kimi aparır. Qardaşımın Qumrunu doğrudan sevdiyinə şübhə eləməsəydin yaxşı olardı. Qardaşının bu hərəkətləri heç nəyi həll eləməyəcək. Qumru özü razı olandan sonra mən nəsə eləməyə çalışaram. O vaxta qədər isə heç nə deyə bilmərəm. Sən əvvəl qardaşımla məni atıb getdin. İndi yenə bunu təkrar eləmək istəyirsən ata. Mən Cəfərin bu hərəkətlərinə dözə bilmirəm. Bağışla atacan. Cavanlıqda elədiyin səhvləri düzəltmək vaxtı gəlib çatıb. Məni başa düş. Qumrunu məcbur eləyə bilmərəm axı. Mən sənə demirəm ki, onu məcbur elə. Bəlkə o özü Qumrunun ürəyini ələ almağı bacarar. Buyursun. Sevgisini qazansa kim qarşı çıxa bilər? Şəxsən mən buna qarşı deyiləm. Yaxşı, onda qardaşıma sərbəstlik verək. Bundan artıq başqa necə sərbəstlik verə bilərik? Sən Humayunu yaddan çıxarma ata. O Qumrunun ürəyini ələ almaq istəyir. Qardaşım buna sakit baxa bilməyəcək. Gəl bu işə Humayunu ezamiyyətə göndərməkdən başlayaq. Ulduzun xoşbəxtliyi çox çəkməyəcək. Yazıq Ulduz. Səncə onu dəqiq öldürəcək? Ulduz sağ olsa, manav heç vaxt rahat olmayacaq. Axmaq. Axı niyə hər yerə burnunu soxur? Ah, Ulduz. Elədiyim bu qədər günahın cəzasını alacaqsan.
Bir şey yadımdan çıxdı. Telefonunu mənə ver. Narahat olmayın. Mən heç kimə heç nə deməyəcəm. Dedim telefonu ver. Telefonsuz mən çox darıxacam. Telefonu ver dedim. Götürün. Of. Mən indi nə edəcəm? Of. Nə edəcəm hə? Çox darıxacam, çox. Of. Boğaza yığıldım. Uluq bəy. Vəzifən əlindən alındı deyə işlərə laqeyd yanaşma. Hər şey necə lazımsa elə. Narahat olmayın. Hər şey qaydasındadır. Mən işimə məsuliyyətlə yanaşıram. Üstəlik də mən vəzifə üçün çalışmıram. Qasım bəy nə desə onu eləyəcəm. Lap yaxşı. Gəlin. Salam aleyküm. Əleykümə salam. Əleyküm salam. Uluq bəy, sən gedə bilərsən. Yaxşı. Buyurun, bu dünənki sənədlərdir. Gözdə. Qumru, keç otur. Görməli bəzi işlərim var. İş qaçmır ki. Gəl səndən dost kimi səmimi söhbət eləyək. Yaxşı, oldu. Bu günlərdə ailə qurmaq haqqında düşünürsən? Yox. Təsəvvür elə ki, gözləmədiyin yerdən qismətin çıxdı. Varlı bir ailədən sənə elçi gəldi. Onda nə edərdin? Sizcə varlı ailədən elçi gəlmək yaxşı qismətdir? Məncə, hə. Əlbəttə. Xüsusilə də kasıb ailədən çıxan bir qız üçün. Mən kasıb ailədən çıxmamışam. Allaha şükür biz ac qalmırdıq. Heç kimdən də əski yaşamamışıq. Hey, mən sadəcə misal gətirdim. Bir də mənə niyə belə suallar verdiyinizi çox gözəl başa düşürəm. Sizə qısa və konkret cavab verəcəm. Ölsəm də qardaşınıza ərə getmərəm. Qumru, gözəl qız, necəsən? Sən necə adamsan, hə? Heç utanırsan? Bacın da sən də məni bezdirmisiniz. Atana hörmət elədiyimə görə dözürəm. Yoxsa bir saniyə belə burada qalmazdım. İki qulağını da aç, yaxşı-yaxşı eşit. Sən qətiyyən mənim xoşuma gəlmirsən. Yaxşı. Sakitləş. Özünü ələ al. Mən onsuz da mübarizə aparacağım. Mütləq bir gün sənin sevgini qazanacağım. Cəfər, bu qədər sözü itə desəydim it başa düşərdi. Hey, biraz yavaş ol. Səsinin tonunu aşağı sal. Bacı, sən qarışma. Cəfər, sən sakit dayanıb baxacaqsan?
Xahiş edirəm. Mən heç kimə heç nə deməyəcəm. Bir kəlmə də deməyəcəm. Yalvarıram sizə. Əgər bu dəqiqə içəri girməsən, əl-ayağını vurub sındıracağam. Sonra baxarıq hara qədər gedə bilərsən. Yaxşı, başa düşdüm. Gəlin. Salam aleyküm. Əleykümə salam. Gəlmək olar. Gəl keç əyləş. Yaxşısan? Hə, de görüm nə olub? Sizə bu sözləri demək istəməzdim. Amma məsələ çox dərinləşdi. Hə, danış görüm. Cəfər artıq həddini aşır. Hətta bəstini də bu məsələyə qatır. Yaxşı. Səni başa düşdüm. Xəbərim var. Xəbəriniz var? Hə, Başa düşmürəm, bəs onda niyə sakit dayanmısınız? Axı, sizlə danışmışdıq. heç bilmirəm nə deyim. Bilirsən, iki od arasında qalmışam. Cəfərin sağlamlığında problem var. Bəstə də qardaşı üçün belə eləyir. Yoxsa bəstə çox qürurlu qızdır. Heç kimə baş əyən deyil. İndi ona qarşı çıxsam, hətta canına qəsd eləyə bilər. Düzdür, oğlunuz sizin üçün çox əzizdir. Amma mənim də ar-namusum var. Oğlunuzun ərköyünlüyünə görə şərəfimi ayaqlar altına ata bilmərəm. Mən gedirəm. Xahiş eləyirəm, bu dəfə məni qaytarmayın. Nə deyə bilərəm? Həmişə sənin qərarına hörmət eləmişəm. Amma bizdən incimə. Sizdən incimirəm. Çox sağ olun. Yaxşı qızım, sağ ol. Nə lazımdır? Əleykümə salam. İndi içəri girməyə qoymayacaqsan? Hava çox soyuqdur, ya. Evdə heç kim yoxdur. Məni soyuqda qoymaq istəyirsən? Yaxşı, gəl.
Dayan, Çək əlini. gözlə. Çəkil dedim. Oldu, yaxşı. Bağışla. Hara gedirsən, hə? Hələ iş vaxtı bitməyib axı. İş vaxtı məni daha maraqlandırmır. Bircə demək ki, işdən çıxdın. Qumru. Nə olub? Hər şey yaxşıdır? Heç, sadəcə sizə əla bir təklifim var idi. Hə, nə məsələdir? Ləçər! Heyvan! Təklifim bu idi, qoca kaftar. Tüh! Ha? Hara gedirsən belə? Ulduz. Çəkil! Çəkil dedim. Yolumdan çəkilməsən bütün küçəni bura tökəcəm. Hə? İndi qışqır görüm. Yaxşı, Qabil qardaş, xahiş edirəm. İcazə ver. Nə olar, o məni öldürəcək. Mən həmişə pisliyin tərəfində olmuşam. Mən yaxşılığı xoşlamıram. Hə, içəri gir görüm. Nə olar, mənə yazığın gəlsin. Dedim içəri gir. Bu dəqiqə tətiyi çəkəcəm. Yaxşı. Limonlu çaydır? Hə, Zəhər zad tökməmsən ki. niyə zəhər tökməliyəm? Nə bilim, Bəs Fərhad işdən neçədə gəlir? O işdən gec gələcək. Məsələn. Saat 5-də. Onda çatdırarıq. Başa düşmədim. Nəyə çatdıracaqsan? Mənə də görüm. Fərhad səni niyə burada saxlayır axı? O məni burada saxlamır. Mən burada öz istəyimlə qalıram. Deyəsən sənin də evliliyin alınmadı, hə? Ərsizlik çətin şeydir. Xüsusilə də bacınla sənə. Bəsdir də. Hey, Əlimi burax. sənə ər lazım olsa, sənin qulluğunda hazıram. Dedim əlimi burax. Eynən bacına oxşayırsan. Amma saçların ulduzun saçından Kəs qısadır. səsini. Bu dəqiqə Lap qışqıracağam. yaxşı qışqır. Qışqıranda daha da cazibədar olacaqsan, qışqır. Mənim qışqırıb bağıran qadınlardan xoşum gəlir. Nə olar əlimi burax. Xahiş Dayan edirəm, görəm. məni burax. Mən Burax, səni xoşbəxt eləyəcəm, dayan. Mən hamiləyəm, burax. Fərhaddandır, hə? Yox. Keçmiş ərimdəndir.
Ata, Qumru işdən çıxır. Bir dəfəlik. Xəbərin var? Ha, Nə? Heç nə demədən sakitcə baxacaqsan? nə eləyə bilərəm oğlum? Ata, sənə yalvarıram, xahiş edirəm. Onu qaytar. Nə olar ata, qaytar. Cəfər özünü ələ al. Qumrunun işdən çıxmağı o demək deyil ki, hər şey sona çatdı. Sən onun harda yaşadığını bilirsən. Hə, düz deyirsən. Əlində çoxlu fürsətin var, Cəfər. Axı sən pulun nəyə qadir olduğunu çox yaxşı bilirsən. Düzdür, ata? Hə, düzdür. Düzdür. Elədir, ata, hə? Hə? Atacan, mən sabahdan işə az gələcəm. Hı? Özün başa düşürsən. İstəsən yerimə başqa bir adam götürə bilərsən, hə? Narahat olma. Sən elə indiyə kimi bir işi yarıtmamısan. Oy. Gəlsən də, gəlməsən də heç nə dəyişməyəcək, bildin? Ata, sən niyə susursan? Bir söz də nə olub? Mənim pəhləvanım. İnan, yerində Əbrar olsaydı, ona yazığı gəlib buraxardı. Sənsə başqa aləmsən. Mən axır ki, özüm kimi rəhimsiz adam tapdım. Yaxşı ki varsan, Qabil. Ustad, sizin hörmətinizi qazanmaq mənim üçün böyük şərəfdir. Bir kəlmə deyin, onun başını yerindən üzüm. Qabilcan, məni heyrətləndirməyə davam eləyəcəksən? Əlbəttə, ustad. Bunu götür apar, zirzəmiyə tulla. Burada qalmasın. Yox. Bəs ondan hesablaşmayacaqsınız, ustad. Qabilcan, indi əsəbim yerində deyil. Biraz özümə ələ alım, sonra rahat onun işinə baxacam. Qabilcan, mən ağrı kəsici dərman içməsəm, ağrıdan başım partlayacaq. Yaxşı. Getdik. Zirzəmiyə tez ol. Bu qədər dözümlü olduğumu bilmirdim. Maraqlıdır. Bu qədər sərgüzəştlərdən sonra yenə nə hadisələr baş verəcək? Allah məni o qədər sevir ki, hər addımda məni sınağa çəkir.
Mən buna 100% əminəm. Sən bunun öhdəsindən gələcəksən. İndi rahatlıqla Yox. Səhv eləyirsiniz. Niyə onun hamilə olduğunu mənə demədiniz, hə? o hamilədir. Hə? Hamilədir. Mən bu pulların yarısını götürəcəm. Heç olmasa çalışdım da. Yəqin ki, o sənin mərhəmətini qazanmaq üçün yalan deyib. Sənsə ona inanmısan. Bəs birdən bu yalan deyilsə? İnan mənə. O dəqiq səni aldadıb. Yaxşı. Bir qəpiyiniz də lazım deyil. Düşün maşından görün, mən getməliyəm. Heç olmasa məni əsas yola kimi apar. Oradan da taksi ilə gedərəm. Yenə də Fərhadla üz-üzə gəlməli olacam. Sən narahat olma. Hər şey yaxşı olacaq. Oğrunu tapdılar. Evinin qarşısına adam qoymuşuq. O görünən kimi tutub gətirəcəklər. Hələ də başa düşmürəm. Axı onun mənə borcu var. Niyə oğurluq eləyirdi? Bunu özündən öyrənərik, ustad. Yaxşı. Qabilcan, artıq gecdi. Dur evinə get. Mənə çox böyük yaxşılıq elədin. Hə, problem deyil. Hə, Qabilcan. Səni mükafatlandırmaq yadımdan çıxıb. Lazım deyil, ehtiyac yoxdur. Oldu sənin xoşuna gəlir? Nə? Məni utandırmayın. O sizindir. Yox. Ondan indi heç bir işim yoxdur. Onda ona nə eləmək istəyirsiniz? Fürsət gözləyirəm, Qabil. Fürsət. Salamın əleyküm. Gəl Şöhrət. Hə, qısası. Xəzinədən oğurluq eləyən adamın adı Zakirdir. Satıcı işləyir. Hətta kameraya da düşüb. Əladır ki. Hər şeyi yoxladıq. Alçaq, əclaf. Mən artıq gedim. Gecikdim, evdə işlərim var. Qabil, Ulduza nə deyirsən? Ustad, lazım deyil. İstəsən, tamamilə sənin olar. Ustad, mən Əbrar kimi deyiləm. Əgər Qabilin yerinə Əbrar olsaydı, təklifinizə canla başla razı olardı. Hə, o axmaq yaman imiş. Bəs nə yaxşı onu cəzalandırmadınız? Birincisi, Gülsüm mənə ümumiyyətlə maraqlı deyildi. İkincisi isə, Əbrarın mənə hələ çox xeyri dəyəcək. Hə, Bilirəm, onu Gülsüm yoldan çıxardıb. Yoxsa Əbrarın bunu eləməyə cürəti çatmazdı. Onu tanıyırsınız. Əbrar çox utancaq adamdır. Düzdür, gördük. Hə, zarafat bir yana. Mənə Zakir lazımdır. Yerin dibindən də olsa, onu tez tapın. Başa düşdüm, ustad. yaxşı.
Onlar səni aldatdılar. Hər şey sona çatdı. Kumru həyatından tamamilə çıxıb getdi. O indi yoxdur. Yoxdur. Səni aldatdılar, Cəfər, aldatdılar. Bu qədər vaxt bir yerdə işlədin, ürəyini əl ala bilmədin. İndi bunu necə eləyəcəksən, ha? Yox. Hər şey sona çatdı. Salam əleyküm. Əleyküm salam. Necəsiz? Yaxşıyam, sağ olun. Siz Fərhadsız, ha? Hə, elədir. Məni Manaf bəy göndərdi. Yaxşı. Buyur. Manaf bəyi tanıyırsınız? Şəxsən tanış deyiləm. Amma adını eşitmişəm. Qısası Manaf bəy həyat yoldaşınızdan tez bir müddətdə boşanmağınızı istəyir. Doğrudan? O niyə mənim şəxsi həyatıma qarışır? Deyəsən xəbəriniz yoxdur. Tezliklə Ulduz Manaf bəyə ərə gedəcək. Ona görə deyirəm. Manaf. Budur, yenə də təksən. Görəsən Humayun hardadır, hə? Bu çox pis oldu. Ulduz, niyə lazım olmayan yerə burnunu soxursan? Yox, Manaf. Sən ona rəhm eləməməlisən. Özünü ələ al. Qətiyyətli ol. Hisslərə qapıldığın gün öləcəksən. Ulduz sənin ağlını alıb, hə? Yox, yazığın gəlməsin. Ona yazığın gəlməsin. O buna layiq iş gördü. Hər şey yaxşıdır? Nə olub? Axı nə olub? Dostun gəlmişdi. Dostum? Yunis? Mənə təcavüz eləyib, namusuma toxunmaq istədi. O indi hardadır? Məqsədinə çatdı? Hamilə olduğumu biləndən sonra getdi. Cəfər. Hey! Cəfər!
Alo, bəsdir. Tez Cəfərin otağına gəl. Hey, məni eşidirsən? Cəfər, yenə neynədin, hə? Tez qapını bağla. Onun belə eləyəcəyini bilirdim, ata. Başa düşmürəm, bunu niyə idarədə eləyir? Çünki istəyir ki, sən bunu görəsən. Onu tez xəstəxanaya yatızdırmalıyıq. Xeyri olmayacaq. Qardaşım asanlıqla özünü toparlaya bilər. O qumruya görə belə eləyir. Bunu qəsdən eləyir, ya qəsdən eləmir. Bu dərmanlarla oyun oynamaq olmaz, qızım. Zərərli olduğunu hiss eləmir. Mən sənə demişdim ki, qumrunu razı sal. Oğlun üçün nəsə bir yaxşılıq elə. Ata! Qardaşım elə burada uzanacaq. Heç olmasa götürək divana uzadaq. İndi heç bir xeyir olmayacaq. Qardaş, məni eşidirsən? Aç gözünü. Cəfər, dur. Dur ayağa. Qalx da, tez ol. Ey, dayan. Onsuz da məni götürə bilməyəcəksən. Sən qəsdən belə eləyirdin? Bilirsən baca, doz artıq olsa, hər vəziyyətə düşəcəyimi çox yaxşı bilirəm. Ona görə də mən risk eləmədim. Mən hələ yaşamalıyam. Mən qumru ilə xoşbəxt ailə olmalıyam. Yaxşı. Dayan, gözlə, atam elə getməyib. Düzdür. Onda gəl tələsməyək, hə? Sən get. Atam gedəndən sonra mənə deyərsən, yaxşı? Get, tez ol. Get. Serial Space televiziyasının sifarişi ilə dubləj olunub. Niyə mənə yaxşı həyat verilən vaxt mən yox deməliyəm? Başa düşmürsən, Qabil. Biz həbs oluna bilərik. Kobud çıxsa da deyəcəm. Razı olsam, bəlkə də mən oğlunuzun həyatını xilas eləyərəm. Bəs mənim həyatım məhv olmayacaq. Mən boş yerə həbs olunmaq istəmirəm, bildin? O qısa konkret fikrini dedi. Artıq ondan ümidini üz. Sabah biri gün Manaf bəy ata-ananı öldürəndə də sakit dayanıb baxacaqsan. Mənə bax, hey. Ata-anam haqqında danışma, hey. Başa düşdün? Siz onu böyüdən xalasının ərisiz, hə? Hə, elədir. Sizi mənə Allah yetirdi, qardaş. Mən evlənmək istəyirəm. Doğrudan? Düz deyirsən? Manaf bəyin mənə nəsə bir söz olsa, qoy özü gəlsin. Zakiri ələ keçirdik. Götürüb gələk? Nə deyirsiniz, ustad? Hə, amma gecə götürüb gəlin. Əşyalarımı yığıb elə indi çıxıb gedirəm. Mən səninlə evlənmək istəyirəm. Yaxşı, bəsdir. Bırak amrıdır. Bırak. Mən ölümmə razı olub gəldim. Amma ölüm də mənə rahatlıq gətirməyəcək. Əlişir, Bəli, sən bəstinin yerinə keçəcəksən. baş üstə Qasım bəy. Humayun qayıdandan sonra sənin yerinə keçər.